Quba Xaçmaz Regional Təhsil İdarəsində kadr seçimləri ilə bağlı suallar artmaqda davam edir. Bu dəfə müzakirə mövzusu daha əsas, daha ağırlı və ictimai vicdanını narahat edən xarakter daşıyır. Vətən uğrunda canından keçmiş şəhid Fərid Seyfullayevin anası Seyfullayeva Səidə Rəhimşah qızı məktəbdə laborant vəzifəsində çalışmaq üçün Quba Xaçmaz Regional Təhsil İdarəsinə müraciət edib. Bölgə TV bildirir ki, şəhid anası Xaçmaz təhsil sektorunun müdiri Qələmşah Dostuyevin qəbulunda olub. Lakin nəticə gözlənildiyi kimi olmayıb. Yəni şəhid anası laborant vəzifəsi üzrə imtahandan kəsilib. Maraqlı və eyni zamanda cəmiyyətdə ciddi suallar doğuran məqam isə bundan sonra ortaya çıxır. Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi heç bir imtiyaz sahibi olmayan, hazırda tələbə statusunda olan Müşkül kənd tam orta məktəbinin uşaq birliyi rəhbəri Nərmin Rüstəmova 2025-ci ilin avqust ayında heç bir müsahibə və müsabiqə mərhələsindən keçmədən işə götürülüb. Bu faktlar fonunda haqlı suallar yaranır. Necə olur ki, heç bir imtiyaz olmayan, üstəlik hazırda tələbə olan bir şəxs imtahansız şəkildə işlə təmin edilir? Əgər imtahan əsas meyardırsa, niyə bir namizəd üçün keçərli olur, digəri üçün yox? Əgər imtahan həlledici deyildirsə, şəhid anası hansı əsasla kənarda saxlanılıb? Bu qərarların verilməsində Quba Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati Təşkilat sektorunun müdiri Fikrət Heybətov hansı meyarlara əsaslanıb? Şəhid ailələrinə dövlət səviyyəsində göstərilməli olan sosial və mənəvi dəstək bu cür hallarda niyə formal xarakter daşıyır? Burada söhbət təkcə bir iş yerindən getmir. Məsələ ədalət, şəffaflıq və şəhid ailələrinə münasibət məsələsidir. Yazıda adı çəkilən bütün qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq. Quba Xaçmaz Regional Təhsil İdarəsi və aidiyyəti vəzifəli şəxslər mövzu ilə bağlı mövqelərini redaksiyamıza təqdim edə bilərlər.